Hara gedirik, ay bala niyə evlənmirsən, nə vaxt tərpənəcəksən, psixoloji bir baskı var. Yəni, hər şəxs özünü fərqli bir yaşda buna hazır hiss edə bilər. Kimi 20 yaşda, kimi 30 yaşda, kimi də heç vaxt. Kimi də heç vaxt. Bəli, təəssüf olsun ki, bizim cəmiyyətdə biraz bir-birimizin şəxsi işlərinə rahat qarışa bilirik. Şəxsi sərhədlər yoxdur. Həmin gəncin öz şəxsi seçimidir və ya şəxsi hazırlığıdır, maddi cəhətdən, mənəvi cəhətdən. Gec ailə qursun, amma xoşbəxt ailə qursun. Bizim cəmiyyətimizin xoşbəxt ailələrə ehtiyacı var. Mən o günlərdə bir video paylaşdım sosial şəbəkədə. Orada xanım yemək bişirərkən yemək yanır, narahat olur, belə gərginlik keçirir. Yoldaşı gəlir, qucaqlayır onu, sakitləşdirir. Orada mən baxdım bir 400 min izləmə falandan sonra gördüm rəylərdə yazırlar ki, belə bir ailə yoxdur. Azərbaycanda deyil ən azından. Xoşbəxt ailə bizim cəmiyyətdə nə qədər azdır. Əlbəttə ki, evlilik müqəddəs bir məsələdir. Yəni, gözəl bir işdir əslində. Biz evliliyin əleyhinə deyilik. Bəzən bunu yanlış anlaya bilərlər. Xoşbəxt övladlar, xoşbəxt ailədə böyüyürlər. Sual verəndə ki, evdə vəziyyət necədir? Məsələn, ata ilə ana münasibəti necədir? Biz uşaqların olan o seanslarda görürük ki, hamısı bir ah çəkir. Məsələn, uşağı streslə bağlı gətirirlər. Görürsən ki, əsas səbəb odur.